Salam dostlar, namaskar. Mən bugün həqiqətən həyəcanlıyam. Mən bugün həqiqətən xoşbəxtəm, çünki mən bugün tam avtomatik mineral su zavodundayam. Bu, bizim ən xoşbəxt müştərimizdən biridir. Bu VNS Agua və marka adı Life-in. Burada onlar tam avtomatik bir 50 BPM zavodu quraşdırıblar. Mən sizə canlı suyun necə təmiz olduğunu, şüşənin necə hazır olduğunu, şüşənin necə yığılacağını, şüşənin necə etiketləndiyini və kartonda necə hazır olduğunu və necə göndərildiyini göstərəcəyəm. Tam avtomatik bitki texnologiyasına baxdıqdan sonra həyəcanlanacaqsınız. Tam avtomatik bitki diqqətlə planlaşdırma və dizayn və icra tələb edir. Bütün bu bitki bizim mühəndis tərəfindən dizayn edilmiş və bizim mütəxəssis texnoloq tərəfindən icra edilmişdir. Bu zavodun girişidir. Mən sizə bütün tikintini, həmçinin zavodun daxili quruluşunu, eləcə də fabrikin texnikasını göstərəcəyəm. Bu təhlükəsizlik kabinəsidir. Təhlükəsizlik burada oturur və o, hər şeyə daxil olub olmamağa şərait yaradacaq. Daxil olduqdan sonra böyük yeri, böyük açıq yeri görə bilərsiniz. Bu kölgəni görə bilərsiniz. Kölgə sahəsi 10.000 kvadrat metr, o kvadrat metr sahəsinin yanında onların təxminən 5-7 min kvadrat metr açıq sahəsi var, park etmək üçün istifadə edə biləcəkləri bu açıq ərazi. Belə yük maşınlarında şüşələr göndəriləcək. Yük maşınını görə bilərsiniz ki, onlar asanlıqla bitkiyə daxil olsunlar və yüklənəndən sonra çölə çıxa bilsin. Çox yaxşı dizayn edilmiş bitki, çox geniş bitkidir. Bitkinin hər santimetri daha keyfiyyətli və davamlı olması üçün istifadə etmişik. Bu çox gözəl dizayn edilmiş bitkidir. Yüksək vəzifəli şəxslərin yaşayış yeri üçün malik olduqları bu sahə. Bu, yüksək vəzifəli şəxslərin yaşayış sahəsidir. Buranın oturma sahəsi olduğunu görə bilərsiniz. Onların mətbəxi də var, yataq otaqları da var. Burada qalırlar, burada yemək bişirirlər və açıq yemək sahəsi də var. Bu açıq yemək sahəsidir. Böyük idarə, eləcə də zavod işçiləri nahar edə bilər burada və onlar burada qala bilər. Avtomatik zavodu quraşdırmaq üçün planlaşdırırsınızsa, başa düşməli olduğunuz vacib şey, əgər sizin boş yeriniz varsa, onda işçiləriniz və idarə heyətiniz üçün bir qədər yaşayış yeri tikməyə çalışın ki, onlar sizin fabrikinizə tam vaxt versinlər və onlar istehsal edə bilərlər ki, siz hətta təsəvvür edin, sizin gözlədiyinizdən daha çox istehsal edə bilərlər. Bu fikri yadında saxla. Bu, bitkinin girişidir. Generatoru burada da görə bilərsiniz. Bu elektrik təchizatı Batkub üçün tələb olunur. Bəzən elektrik gedir və avtomatik bitkilərdə nə baş verir? Bəzi icralar istilik altında olur, bəziləri üfürür, bəziləri doldurulma altındadır və buna görə də əgər elektrik gedirsə ki, icra boşa çıxa bilər. Əgər sizdə bu elektrik arxa plana keçirsə ki, zavod dayanmasın və bütün proses icra olunacaq. Bu, vacib bir məsələdir. Əgər elektrik arxasını təyin edə bilsəniz, bu, xərclərin qənaəti üçün yaxşı olacaq, həm də qeyri-stop istehsalına da verəcək. İndi isə istehsal bölməsinə daxil olaq. Bu, tam avtomatik mineral su zavodudur. Bunun tam bir xətt olduğunu görə bilərsiniz. İndi isə hər bir aparatı bir ətraflı izah edəcəyəm. Çiy su mənbəyindən başlayaq. Su mənbəyinə baxacağıq, necə edilir. Paketli içməli su normalda 3 cür su mənbəyi istifadə edilə bilər. Onlardan biri Borequyu suyu, çay suyu və ya tanker suyudur. Bu fabrikdə onlar Borequyu suyundan istifadə etmişlər. Borequyu o tərəfdən çox geridə qalır. Burada 100 min litrlik ambarları var. Buradan bura gəlir. 2 çiy su ambarı quraşdırıblar. Hər biri 10 min litrdir ki, bu tank HDPE materialdan hazırlanır. Vacib olan odur ki, ya keyfiyyət sertifikatlaşdırılmalıdır, ya da su işlətdiyiniz üçün qida qiymət sertifikatı tələb olunur. Kontaktda nə gəlirsə yemək qiymətləri olmalıdır. Bu şeyi yadda saxlayın. Buradan aro bitkisinə su gedəcək. İndi aro bitki, əks osmosis bitki görəcəyik. Aro bitki otağını burada görə bilərsiniz. Bütün ərazisi aro bitkisi üçündür. İçəridə deyək ki, aro bitkisi üçün ayrıca otaq var. Bu, saatda 12 min litr. Aro bitkisi o deməkdir ki, o suyu saatda 12 min litr təmizləyə bilər. Buna görə də çox böyük bir kapasite bitkisidir. Orada çiy su ambarını görmüşük. Buradan su bu nasos vasitəsilə nasoslanacaq. Bu çiy su nasosdur. Pompalamaqdan birinci tanka gedəcək. Bu qum filtridir və ya multimedia filtri kimi adlandırıla bilər. Bu tankda multimedia filtrlərinin 5 qatı olacaq. O, suda olan dünya malı murdarlığı SGE ilə süzəcəkdir. O, 50 mikron ölçüsünə qədər çirkləndiriciləri süzə bilər və burada multiport valları həm sistem var. Buradan su ikinci sistemə keçəcək. Buna aktivləşdirilmiş karbon filtri deyilir.
Bu sistemdə aktivləşdirilmiş karbonlar mövcuddur. Aktivləşdirilmiş karbonlar pis rəng, pis qoxu, pis dad, kimyəvi maddələr kimi üzvi maddələr üçün suyu saflaşdırır. Üzvi nahövürləri aradan qaldırır. Buradan mikron kartric filtrindən su keçir. Bu sistemdə 5 mikron ölçülü kartric filtrindən istifadə olunur. 5 mikron qədər murdarlıqları aradan qaldıracaq normal insanlar kiçik ölçülü mikro kartric filtr verir. Biz jumbo ölçüsü istifadə edirik. Jumbo ölçüsü filtri görə bilərsiniz. Kiçik kartric filtri ilə müqayisədə suyu daha yaxşı təmizləyə bilər. Buradan dozalama sistemi mövcuddur. Buna antiskalant dozalama sistemi deyilir. Bu, antikalant mayeni membranın içinə daxil edəcək. Nə edəcək? Bir qayda olaraq su sərtlik və tədəf var, bu da bahalı membranın üzərində lay əmələ gətirəcək. Membran çox bahadır, ona görə də membranın qorunması lazımdır. Qatın antikalant mayenin dozası səbəbindən əmələ gəlməsi mümkün olmayacaq. Membranın üzərində bu laylamanın qarşısını alacaq və membranın ömrünü artıracaq. Buradan gördüyünüz yüksək təzyiq nasosu olacaq. Bu yüksək təzyiq nasosu 15 kg cm kvadrat ətrafında suda yüksək təzyiq yaradacaq. Belə yüksək təzyiqdə membrandan keçir. Görə bilərsiniz. Bu membran yaşayış evi adlanır. Membran vasitəsilə suyu yüksək təzyiqdə keçirəcək. Bütün dağılan murdarlıqlar buradan silinəcəkdir. Məhz buna görə də buna əks osmoz təmizləmə sistemi deyilir. Bu membran aradan qaldırılır. 0,0001 mikron murdarlıqları bu o deməkdir ki, demək olar ki, bütün murdarlıqlar bu sistemdən çıxarılır və bu sistemdə membran çox kritikdir. Tarmanandan şirkəti Amerika və Alman maddə şirkətlərinin yüksək texnologiya membran istifadə edir ki, o suyu daha yaxşı təmizləyə bilər, yaxşı dad verə bilər, həm də bütün sistemin həyatını yaxşılaşdıracaq. Su membrandan keçdikdən sonra bu dozalama sisteminə gəlir. Bu mineral dozalama sistemi biz qida qiymət maqnezium sulfat və potasium bikarbonat əlavə edə bilərsiniz. Bütün sistemdə mineralların çıxarılması ehtimalı var. Əlavə olunmuş minerallar texnologiyasının tətbiqi ilə doldura bilərik. Bu sistemdə yüksək texnologiya, yüksək səviyyəli minerallar veririk. Sudakı mineralları yeniləyib, ona görə də suda mineralın səviyyəsi artır. Keyfiyyəti, dadı, suyunun ətri artır. Həmin sudan paslanmayan polad anbarına gəlir. Bu, paslanmayan poladdan hazırlanmış son su anbarıdır. Buradan su yenidən post-mikrosistemdən keçir. Bəzən tankda baş verərsə, bəzi hissəciklər mikron sistemi vasitəsilə aradan qaldırıla bilər. Son hissəcikləri aradan qaldırır. Buradan ultrabənövşəyi sistemə keçir. Bu UV işığıdır. Daxilində 4 ədəd UV lampa vardır və su UV işıqları vasitəsilə əhatə edir, UV şüaları suyun içərisinə daxil olur və bütün bakteriyaları məhv edəcək. Burada ilk növ dezinfeksiya baş verəcək. Buradan su son su anbarına gedir və burada son müalicə aparılacaq. Bu ozonasiya maşın və bu oksigen booster, oksigen istehsalçısı texnologiya. Bəs bu necə olacaq? Bu oksigen istehsalçısı texnologiyası oksigeni, saf oksigeni əmələ gətirir və ozonasiya aparatına tədarük edilir. Hal-hazırda ozonasiya oksigeni ozonaya çevirir. Həmin ozon qazı ambara gedəcək, bura gələcək. Ambarda olan tank ozon qazı əriyir və son dezinfeksiya edəcək. O, hər növ bakteriyaların murdarlığını aradan qaldıracaq. İndi nə baş verir? Ozon qazı olduqca qeyri-sabit qaz. Dərhal oksigenə çevrilir. Bəzən yuxarıdakı su ozonasiyaya, aşağıda düzgün ozonasiyaya. Tarmanandan şirkəti bunun həllini verib. Biz ozon dövriyyəsi sistemini vermişik. Bu ozon dövranı sistemi suyu içəridən götürür və yenə də yuxarıdan atır. Tank daxilində bir növ sirkulyasiya edəcək. Əmələ gələn hər hansı bir ozon bütün su damcısı ilə təmasda olur. Suyun hər damcısı ozonasiya olunur.
Dəstə və ya şüşəyə çatmayın. Bazarda bir marka yaratmaq istəyirsinizsə, çox vacib olan şüşə keyfiyyətinin variasiyası. Hər bir şüşə, hər bir dəst tamamilə bir-birindən vahid və yüksək keyfiyyətli su olmasını təmin etmək lazımdır. Bu sistem bunu edəcək. Bu bottling üçün tam istehsal xəttidir. Üfürük tökmə maşını ilə başlayır. Burada bunun tam avtomatik zərbə tökmə maşını olduğunu görə bilərsiniz. Bu, saatda 7200 şüşə istehsal edən 4 boşluq maşınıdır ki, bu da yüksək texnologiya, yüksək istehsal maşınıdır. Bu, nəzarət panelidir. Nəzarət paneli görə bilərsiniz. Çox yaxşı dizayn edilmiş, çox yaxşı planlaşdırılmış. Hər bir elektrik bu aparatın diaqramını başa düşə bilər və bu kondisionerdir ki, bütün sistemi soyudulmuş vəziyyətdə saxlasın. Uğursuzluq ehtimalı çox nadir hallarda rast gəlinir. Bu preform hopper burada preformun çantasını belə yükləyə bilərik. Deyə bilərsiniz ki, sadəcə çantanı boşaltma və preform avtomatik gedəcək. Yuxarıdan preformerin oradan konveyer vasitəsilə avtomatik getdiyini görə bilərsiniz. Preform buraya gələcək və avtomatik olaraq uyğunlaşdırılmış xətt alacaq. Görürsünüz ki, 2 xətt var. Uniforma ilə gedəcək. Bu preform yükləyicidir. Konveyerdə preformu yükləyəcək. Yüklədikdən sonra isitmə tunelinə gedəcək. 2 isitmə tuneli vardır. İsitmə infraqırmızı isidicilərdə vardır. Preformanı qızdıracaq və yumşaq edəcək. Çox asanlıqla üfürülə bilər. Burada preformun isitmə tunelin içinə getdiyini görə bilərsiniz. Qızdırdıqdan sonra köndələnin içərisinə daxil olur. Aşağıdan yüksək təzyiqli hava gələcək və şüşə əsəcək. Əmək haqqı kilit sistemi verilir və bütün bu maşın tamamilə dəqiq servo üzərində işə düşür. Dəqiqlik və zaman çox dəqiq və heç bir qırılma olmayacaq. Orada servo görmək olar. Bu, bərpa tankı, hava bərpa tankıdır. Əlavə havanı bərpa edir, yenidən istifadə edir və bu da elektrik enerjisinə qənaət edir. Uzanmış dəyənəyi görə bilərsiniz. Bunlar da servo-driven və spade və dəqiqliyi misilsizdir. Bu da sürürdür. Bu maşın avto yağlama sisteminə malikdir. O, vacib hissəni avtomatik olaraq lubricat edir. Əllə yağlanmaya ehtiyac yoxdur və bu, aparatın parçalanmasının qarşısını alacaq. Burada görə bilərsiniz. Bütün bunlar yağlama xəttidir. Bütün bu yağlama xətlərini görə bilərsiniz. O, avtomatik olaraq sürətlə hərəkət edir. Qızdırdıqdan sonra o, köndələ daxil olur və şüşə üfürür. Burada görə bilərsiniz. Şüşə tamamilə avtomatik üfürülərək təhvil verilir. Şüşə unloader ilə avtomatik şüşənin konveyerə köçürüldüklərini görə bilərsiniz. Tam avtomatik əməliyyat, heç bir manpower tələb olunur. Bu hava konveyeridir. Hava konveyer vasitəsilə birbaşa doldurma maşınına gedir. Heç bir insan gücü tələb olunmur. Yey konveyer də vermişik. Bu yey konveyerdir. Bəzən, əgər kimsə şüşəni əllə daxil etmək istəyirsə, biz burada da əllə edə bilərik. Bu yey konveyer verilir. Həmin doldurma maşınından keçəcək. Üfürəndən sonra şüşə doldurulma xəttinə daxil olur. Bu otaq ayrı-ayrılıqda doldurulma maşını üçün həsr olunub. Bu maşın avtomatik rinsing doldurma və kaplama maşını adlanır. Tam avtomatik. Bu maşın dəqiqədə 1,50 şüşə gücünə malikdir ki, bu da o deməkdir ki, saatda təxminən 8000 şüşə istehsal edə bilər. Buna görə də belə yüksək qabiliyyətli maşın oradadır. Şüşə tam avtomatik zərbə tökmə maşından gəlir və avtomatik rinsing doldurma gapping maşın daxil olur. Bu bütün nəzarət panelidir. Çox asan PLC basit sistemi fəaliyyət göstərir. Proqramı yüklədikdən sonra o avtomatik başlayacaq və avtomatik yağlama sistemi oradadır. Bu sistem avtomatik olaraq aparatın bütün hərəkət edən hissələrini lubricat edir. Bu sistemdə manual yağlama ehtiyacı yoxdur. Bu zaman qənaət edir, həm də aparatın həyatını artırır. Su əvvəlcə rinsing hissəsinə keçəcək. Avtomatik rinsing maşın var, şüşə geri alınacaq və su daxildən gələcək, onun xaricində tamamilə gəzmək olacaq.
Süzəndən sonra doldurma maşınına gedəcək. Bu da doluçəndir. Bu maşında daha böyük ölçülü doldurma tankı verilir ki, o bütün istehsalı istehsal edə bilsin. Şüşələr doldurma qapaqlarından aşağı düşür. Doldurma qapaqlarını görə bilərsiniz və doldurduqdan sonra cupping bölməsinə gedəcək. Bu cupping bölməsini görə bilərsiniz. Cap avtomatik olaraq cap hopperdən gəlir və hər bir fərdi kapella şüşənin üzərinə qoyulur və kapotu qoyduqdan sonra kapellanın başının kapellası olur. O, kapotu bərkidəcək ki, şüşəni optimal şəkildə sıxsın ki, heç bir sızanaq olmasın. Bu tamamilə avtomatik kaplama stansiyasıdır. Sonra o, qabda su ilə qidalanan qabın üstünə enə bilər. Sonra o, tuluqların üstünə enə bilər. Bu kiçik çıxış konveyeridir ki, hündürlük düzəldilə bilər. Daha böyük şüşə üçün yüksək, kiçik bədən üçün kiçik olacaq. Daha böyük şüşə üçün kiçik bədən üçün yüksək olacaq, kiçik olacaq. Yoxlama və etiketləmə gedəcək. Buradan bunu görmək olar. Çıxış konveyerdə şüşə torpaq doldurduqdan sonra və bu yoxlama ekranıdır. İnsan hansısa hissəcik varsa şüşəni yoxlaya bilər, şüşəni çıxara bilər. Buradan toplu kodlaşdırmaya gedir. Bu lazer toplu kodlaşdırma aparatıdır. Bu aparatın gözəlliyi ondadır ki, heç bir ink tələb etmir. Lazer tərəfindən şüşə üzərində toplu ədəd əmrabə və məlumat istehsalı çap edəcək. Bu maşını quraşdırdıqdan sonra ink kimi istehlak edilə bilən hissə olmayacaq. Bu yüksək qiymət qənaət maşın və həmçinin gözəl batch çap sistemi verir. Lazer printli toplu görmək olar. Bu qeyri-ink əsaslı lazer çap sistemidir. Batch kodlaşdırmadan sonra zigzag konveyerinin üzərinə enir. Biz Ruzini 30 metr zigzag konveyerlə verdik. Bu zigzag konveyorunun faydası ondan ibarətdir ki, aşağı yerdə şüşələrin çox yüksək həcmini yerləşdirmək mümkündür. Şüşələrin yüksək həcmi burada saxlanılır ki, doldurma maşını fasiləsiz işləyə bilsin, həm də bob etiketləmə maşını fasiləsiz işləyə bilsin. Bu aparatın kritik hissəsidir. Zigzag konveyerindən etiketləmə aparatına daxil olur. Bu tam avtomatikdir. Bob etiketləmə maşın şüşəsi buraya gedir. Bunlar bob rulonlarıdır. Biz sadəcə ruleti bura qoymalıyıq və siz görürsünüz ki, avtomatik olaraq gedəcək. Fırlanan davula. Bu nərddir və şüşəyə köçürüləcək kəsilərək etiket üzərində isti ərinti yapışqan tətbiq olunacaq. Hər və hər şüşə gözəl BOPP etiket alır. Orada görə bilərsiniz. Bu BOPP maşınının idarə etmə panelidir. Bütün əməliyyat bundan tam idarə oluna bilər. BOPP-dan sonra biz yenə zigzag konveyer vermişik. Doldurduqdan sonra zigzag və BOPP, sonra isə yenidən zigzag olur. BOPP-dan sonra şüşənin kifayət qədər həcmi olacaq ki, onu avtomatik kiçildilmiş bükmə aparatına köçürə. Bunu zigzag konveyerindən görə bilərsiniz. Bu tam avtomatik shrink wrapping maşinidir. Bu konveyerdir, şüşə üçün bələdçidir. Bu servodur. Beləliklə, bu şüşəni elə istiqamətləndirir ki, 3 xətt əmələ gələcək. Konveyer daxilində 3 xətt əmələ gəlir. Bu sensordur. Əgər bütün bu sensor aşağı düşsə, bu aparat işləməyəcək. Bu, maşını işə salmaq üçün kifayət qədər şüşələrin olmasını təmin edəcək. Burada 3 sətirdə şüşənin gəldiyini görə bilərsiniz. Məhz belələri bu yolda doğru 12 şüşə kimi bir qrup şüşə əmələ gətirəcək 20. 4, 26 və ya 48 şüşə qrup avtomatik olaraq qrupu təşkil edə bilər. Bura gəlir və bu itələyici qrupu qrup şəklində itələyəcək. Bu isə tam avtomatik idarə etmə panelidir. Bu paneldən bütün maşını idarə edə bilərsiniz. Tam avtomatik panel mövcuddur. 2 tumurcuq olacaq. Bir rulonu yuxarı, bir rulonu alt üst. Bu aşağı sıxlıqlı LDP polietilen rulondur. Altdan bir veb təşkil edəcək və şüşələrin embed edildiyini görə bilərsiniz. Dalğalanandan sonra bu bıçaq onu kəsəcək və onu möhürləyəcək qızdırıcı olacaq. Bu səbəbdən davamlı veb formalaşması orada olacaq. Və bir dəfə embed sonra o kiçildilmiş tunel vasitəsilə keçəcək. Bu hissə web sealer hissəsidir və bu shrink tunel hissəsidir.
Belə böyük sring tunel var. Bu çox böyük bir kiçildiləcək tuneldir. Daxilində qızdırıcı olacaq və biz bu üfürüləni vermişik. Bu üfunə hava dövriyyəsini təmin edəcək. Buna görə də vahid istilik temperaturu olacaq. Uniforma istilik temperaturuna görə butulkanın cizgi filmi bütün tərəflərdə çox bərk və uniforma olacaq. İsidikdən sonra paketin belə gəldiyini görə bilərsiniz. Rulet tamamilə kiçildilir və tamamilə sıx karikatura var və bu isti. Soyutma sistemindən sonra vermişik. 2 üfürülən var. O, cizgi filmi üzərində havanı üfürür və cizgi filmi soyudacaq. Buradan ya stoka köçürülə bilər, ya da birbaşa yük maşınına göndərilə bilər. Burada görə bilərsiniz. Böyük yük maşını yüklənir. Bu yük maşınları şüşənin təxminən 800 kartonu daşıya bilir. Birbaşa göndəriş şöbəsinə gedə bilər. Bütün proses belə olur. Bu stok sahəsidir. İstehsalın minimum 48 saat saxlanılması üçün bizə yer lazımdır. Çox böyük yerləri var. Bütün son stok burada və buradan saxlanılacaq, göndəriləcək. İndi tikinti üçün müəyyən vacib məqama baxaq. Bu bütöv kölgədir. Tin kölgəsi görə bilərsiniz. Bu, əhəng kölgəsidir. Belə tin kölgəsini 6 metrə qədər edə bilərsiniz. Bütün fabrik boyunca divara tiling etmək lazımdır. Hər dəfə divar olanda 6 metr kiremit etmək lazımdır. Döşəmə hamar olmalıdır. Siz tiling edə bilərsiniz və ya bütün fabrik boyunca kota daş istifadə edə bilərsiniz. Koya daşı üstünlükdür. Və mühüm sahələrin ayrı-ayrı otaqları olmalıdır. Aro bitkisi üçün ayrı ərazi görə bilərsiniz. Həmin sahə aro bitkisidir. Buradan küp yuyunma sahəsi, küp doldurma sahəsi hər biri müxtəlif otaqlara malik olur. Sonra üfürürsən. Üfürmək açıq ola bilər. Sonra doldurma qapalı otaqda olmalıdır. Sonra etiketləmə və paketləmə açıq sahədə ola bilər. 2 laboratoriya tələb olunur. 1 mikrobiyologiya laboratoriyası, 1 kimya laboratoriyası. Mikrobiyologiya laboratoriyasını burada və kimya laboratoriyasını burada görə bilərsiniz. Mikrobiyologiya laboratoriyasına daxil olaq. Bu mikrobiyologiya laboratoriyasıdır. Burada biz E. coli, koliform, eastermal, təpəcə kimi bakteriyalar üçün suyun dəstələrimizi müntəzəm olaraq dadmalıyıq. Burada yerinə yetirməli olduğumuz bir çox testlər var və testdən sonra bakteriyaların olub-olmadığını müəyyən edə bilərik. Əgər bakteriyalar varsa, onda biz korrekt edici tədbirlər görməliyik. Siz belə platforma tələb edir. Bu platforma qranit daşdan hazırlanır. Bir yuyunma hövzəsi tələb olunur. Hündürlüyü 3 metr və ya yarım metr ola bilər. Və bu kimi keçid və fişlər tələb edirsiniz. Təxminən 20 fiş tələb olunur, çünki elektrik təchizatına ehtiyacı olan müxtəlif kiçik sınaq avadanlıqları olacaq və mikrobiyologiya laboratoriyası üçün bir kondisioner tələb olunur. Bunlar inkubatorlar, bod inkubatorlar, isti hava sobası və laminar hava axını. Bunlar müxtəlif növ parametr testləri üçün tələb olunur. Bizim ekspert qrupu sizə rəhbərlik edəcək və laboratoriyada test necə etmək üçün sizin şəxs təlim edəcək, çünki bu keyfiyyət qeydlərini saxlamaq üçün çox mühüm və kritik hissəsidir və bu qeydlər qida lisenziyanızın yenilənməsi üçün tələb olunacaq. Bizim ekspert heyəti lisenziyanın qorunması, eləcə də keyfiyyətin qeydlərinin saxlanılması üçün sizə yol göstərəcək. Kimyəvi laboratoriyanın içərisinə daxil olaq. Bu kimyəvi laboratoriyadır. Bunda suyun kimyəvi əlaqəli bütün parametrləri pH, TDS, sərtlik, rəng, odor, sulfat, nitrat kimi sınaqdan keçirilir. Burada sınaqdan keçirilə bilən bir çox parametrlər var. Bunda da biz qranit daş 3 və 3 metr yarım bir platforma etmək lazımdır. Bir yuma hövzəsi tələb olunur, distillə tələb olunur və biz bütün bu sınaq avadanlıqları, kimyəvi maddələr və reagentlər təmin edəcək bizim mütəxəssis heyəti sizin şəxs təlim edəcək ki, necə kimyəvi. Suyun sınaqdan keçirilməsi və buna uyğun olaraq qeydləri saxlamaq lazımdır. Beləliklə, sizin lisenziyanız da keyfiyyət rekordunuza əsasən yenilənəcək. İzlədiyiniz üçün təşəkkür edirəm.